Salam dostlar, necəsiz? Bugün islaq kek hazırlamaq istəyirəm. Bir neçə gün öncə, hətta bir həftə öncə bəlkə də bir dənə islaq kek hazırladım. Bəyəndim. Eyni reseptdən indi sizlərlə bərabər hazırlayacağım və bu aralar kafaya tapmışam. Xoşuma gələn, əvvəllər hazırlamadığım bütün şirniyyatları evdə hazırlayıb sınamaq istəyirəm. İlk öncə sizə resepti göstərəcəm indi. Deməli, resept bu şəkildədir qızlar. Un, şəkər tozu, süd və yağ hərəsi 1 stəkan olmaqla 4 ədəd yumurta, vanil qabartma tozu və 3 qaşıq kakao. Gördüyünüz bunlar. İndi skrin götürürsünüz qəşəng. Keçirik hazırlanmağına. Hazırlığında təbii ki, ilk öncə yumurta ilə şəkər tozunu qarışdıracağam. Daha sonra maye olanları qatıb, sonra unu qatıb mikserlə bunları çalacağam. İndi başlayıram. Görək necə olacaq. Bu dəfə necə alınacaq. Deməli, bilmirəm ki, sizə daha necə izləmək daha xoş olardı. Məsələn, resepti sadəcə çəksəmmi? Mən amma bu şəkildə etmək istədim. Yəni, danışaraq resepti çəkməklə ilk öncə yumurtaları əlavə edirəm. Və siz həm məni, həm buranı görə bilməyəcəksiniz. Mən yumurtaları və şəkər tozunu əlavə edim. Qarışdırdığım anı sizinlə bərabər edərik. Əslində, süd, yağ otaq temperaturundadır. Süd və yumurtalar da otaq temperaturunda olmalıdır əslində. Amma məndə yumurtanın ikisi və süd soyuducudandır. Yəni, hamısı otaq temperaturunda olsa daha yaxşı olar. Mən yumurtalarımı əlavə etdim. Bir dənə əllərimi yuyum. Pesokunu əlavə edeyim və bərabər qarışdırım. Deməli, şəkər tozunu da əlavə edirəm. Bu arada resepti itirməmək üçün dəftərə yazıram həmişə və hansı YouTube səhifəsindən götürdüyümü də burada qeyd edirəm ki, unutmayım. Bir də mikseri qoşum mən. Və deməli qızlar, bayaqdan danışırmışam, kamera söndüymüş, nəysə. İndi onlar artıq getdi. Südünü əlavə edirəm. Duru yağı əlavə edirəm. Dediyim kimi hamısı 1 stəkan, 1 stəkan. Vanil əlavə etdim, siz onu görmədiniz. Onu anlatırdım ki, qızlar, əslində video çəkə-çəkə şirniyyat hazırlamaq çətinlikdir. Çünki ekstra qablaşdırırsan, həm də ki, həm çəkmək, həm danışmaq, həm hazırlamaq bəzən üşənirəm də, tənbəllik edirəm bunları etməyə. İndi mən bunların hər birini, unu da, kakaonu da, hamısını yəni mikserlə qarışdıraraq əlavə edəcəm. 180 dərəcədə 45 dəqiqə bişir. Yəni az xodda yavaş-yavaş bişir ki, yaxşı pişsin. Mən hazırlayayım, siz izləyin. Görsən nə olacaq? İstəm də saxlayalım. Deməli qızlar, belə bir tepsi götürürəm. Tepsini də yağlamaq lazımdır. Mütləq yağlayın. Yəni düşünməyin ki, onsuz da çıxmayacaq, içində kəsəcək. Yağı çox töküləcək. Yəni mən keçən dəfə özümə fikirləşdim ki, niyə yağlayırıq? Onsuz da içində kəsib sosluyuruq. Ancaq elə deyil. Yəni yağlamayanda kəsdiyimiz dilimləri içindən çıxartmaq olmur. Və mən bu qabdan o qədər bezmişəm ki, bunun qıraqları içdən belə tırtıqlıdır, içdən tırtıqlıdır. Yəni, heç bir şəkildə təmiz eləyə bilmirəm də onları. Bunları qəşəng yağlayıram. İndi qızlar, bunun içindəki artıq yağı almaq istədim. Hazırladığım bu məhsulu və duru olacaq, çünki xanım elə deyirdi. Bu məhsul duru olacaq, amma yəni duruluğu qatılaşdırmağa çalışmayın da, yəni bu cür olmalıdır. Bura boca edirik.
Hətta mən bir qaşıq alım icazənizlə. Yəni çox asandır xanımlar hazırlanması. Yəni hər şeyi hazırladın. Qoydun sobaya bişdi. Yəni çətin bir şey yox. Mən əvvəl elə bilirdim ki, çox çətindir, nə bilim, yorucu bir prosesi var, amma deyil. Bu arada qızlar, əgər qəşəng like gəlsə, qəşəng yorumlar gəlsə, şəkərparəni bərabər hazırlayarıq. Sizlə bərabər. Все, bu qədər. Bu artıq hazırdır. Sizə göstərim. Belə. Göstərə bilirəm. İndi mən bunu qoyacağım sobaya bişməyə. Bu gedir sobada bişməyə. Sonra nə edəcəyim? Mən o sizə anlatacağım. Alt üst rejimdə 180 dərəcədə bişəcək. Hətta sizin sobanız çox belə sürətli bişirirsə, saxlayırsınız. Deməli, kek orada pişir. Biz pişdiyi anda da özümüz üçün artıq başlayaq. Məsələn də o pişir, biz də tez sosunu hazırlayaq, elə deyil. Bunun sosu da üstünə əlavə olunacağı üçün hələ sosu hazırlamırıq. Pişəcək, saata baxacam indi. 30 dəqiqə elə bir bişməsindən sonra, düşünəcəm ki, 5 dəqiqə ya da 6 dəqiqə alıb pişib bitirməyinə. Çünki 45 dəqiqə falan bişir. Yarım saat sonrasında mən sosu hazırlamaya başlayacağım. Çünki o cür yazılmışdı. Yəni o cür necə anlatıb mən o cür hazırlayacağam. Yarım saat sonra sosunu hazırlayacağım. Kek isti-isti çıxıb dilimlənir, doğranır. Və isti ikən də isti sos əlavə olunur üstünə və sonra buraxırsınız sərindən. İnanırsınız mən keçən dəfə bişirmişdim o tepsi ilə bir. Biz 1-2 dilim yedik. Zeynəb bir dilim falan yedi və qalan hamısını Züleyxa yedi ki, Züleyxa hələm hər şey yeyən deyil. Züleyxa yəni aşırı sevmişdi. Və burada indi sosa nələr gedir onlar var. 1 stəkan süd, eyni stəkan ölçüsü ilə yarım stəkan duru yağ, 4-də 3 stəkan kimi yarısından artıq şəkər tozu və 2 qaşıq da kakao. Bunu da indi skrin eləyin. Bilirəm çox sevirsiniz videoları. Çox tələb edirsiniz video çəkməyimizi. Uşaqlardan da xəbər alıram bunu. Ancaq vaxt olmadığına görə tez-tez video çəkə bilmirik. Zeynəb nə deyəcəkdin? Gəl. Gəl salam da istəyəcək. Hello. Görsənmirsən axı? Bir dənə görsünlər. Zeynəb buradadır. Vaxtımız olmadığına görə elə çox video çəkə bilmirik ona görə. Yəni tələb eləməyin tez-tez. Yəni tələb eləməyin yox, elə yox. Siz istəyin biz çəkək, elə yox. Yəni bir də görsən üstünə deyirsiniz ki, uşaqlara tez-tez video çəkin, ya falan şey çəkin, çərşənbəni çəkin, Novruzu çəkin. Vaxt olmur bəzən çəkməyə, bəzən editləməyə. Editləmədiyim video belə var, yəni hal-hazırda. Bunu editləyərəm inşallah ki, çərşənbədə çox böyük çəkə bilmədim və həvəs olmur bəzən. Ona görə. Və beləliklə, indi dəqiqəyə baxırıq. Deməli, bir dəqiqə saatı tapaq. 36-dır. Tutaq ki, 36, deməli, 6 dəqiqə işləmiş. Mən haradasa elə başlayaram. Elə ki, tamamda başlayaram artıq sosunu hazırlamağa. Və pişdiyini də çubuqla yoxlamışdım. Yəni, arxayın olmaq üçün ki, pişib. Çıxardıb dilimləyib, sosunu isti-isti tökəcəyik. Bu qədər olacaq, hazır. Deməli, indi südü, əlavə edirik bir duru yağı, hamısından bir şəkər tozunu. İndi əlavə edib qoyuram artıq üzərinə. Çünki artıq yarım saat olub. Bunu bişirəcəm ki, üzərinə əlavə edə bilim. Bunları heç nə olmaz. Yaxşıca qarışdıracağım. İndi qoyacağım ateşdə qarışdıraraq bişirəcəm. Ateşi saxlamadan. Dostlar, yenə hər zamanki kimi şey edirik. Salat. Amma bu səfər oruç deyirəm yəni. Nə bilir. O dəfə orucuydum. Bilməmişdim. Yoxsa yenə sizə əlim yalaya bir salat çıxardıydım. Bundan öncə bir dənə tort salat eləmişdim. İndi bu qarışa qəşəng bişsin. Heç nə bişəcək, keki yoxlayacağım. Kek bişəndə bunu da üzərinə əlavə eləyəcəm. Vəssalam, bu qədər. Əlavə eləyəndə də göstərərəm sizə. Pişdi, çıxdı, hazırdır kek. Və belə də yoxlayıram. Gördüyünüz kimi təmiz çıxır, yəni pişib.
İndi qəşəng kəsirəm. Çox qəşəng olmuş. Çox. Qoxusu o qədər nəfis, o qədər gözəldir ki. Əyri kəsdim, biraz olsun və indi sosu əlavə edəcəm. Sosu pişirdim və biraz qaynatdım, sadəcə belə deyək də. Və indi sosunu əlavə edirəm qəşəng. Möhtəşəm, şəhanə bir şey oldu. İndi sizə bir dənə göstərim. Bunun gözəlliyinə baxın. Çox möhtəşəmdir. Dediyim kimi əyri kəsmişəm biraz. Qalan sosu da buralara əlavə eləyəcəm və bitdi. Qalan sosunu da əlavə etdik. Ancaq yəni görür də bu sos bunu, belə deyim. Yəni tam ölçüdür xanımlar, çox qəşəng, tam ölçüdür. Bitdi. Belə. Burada qalacaq sadə şəkildə sosu yəni hopacaq. Sonra soyuducuya qoyuruq və sərin-sərin lap ləzzətli olur. Bəzən üstünə fıstıq falan səpirlər. Məndə isə bu qədərdir. Ümid edirəm bəyəndiniz. Abunə olmağı, şərh yazmağı unutmayın. Sağ olun.